39 yaşlı kişini elektrik cərəyanı vurdu. Lənkəranda mobil operatorlardan birinin əməkdaşını elektrik cərəyanı vurub. Həkimlər onun vəziyyətinin ağır olduğunu deyir. Lənkəranda 39 yaşlı kişini elektrik cərəyanı vurub. Hadisə saat 13:00 radələrində Lənkəran rayonunun Ucqar Dağ kəndi olan Gərgiranda qeydə alınıb. Mobil operatorlardan birinin enerji mühəndisi vəzifəsində çalışan Cəlilabad rayonunun Günəşli kənd sakini 39 yaşlı Rusif Əmənovu elektrik cərəyanı vurub. Rusif Əmənov ətrafdakıların köməyi ilə dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub və vəziyyətinə uyğun olaraq o reanimasiya şöbəsinə yerləşdirilib. 24 oktyabr 2025-ci il tarixində saat 13:00 radələrində Lənkəran rayonu Gəgiran kəndində elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü kişi cinsli şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona bədənin bir neçə nahiyəsinin dəqiqləşdirilməmiş termiki yanığı, travmatik şok diaqnozları təyin olunub. Pasiyentin müalicəsi mərkəzin reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.